Hörmətli izləyicilər, sizi salamlayıram. Növbəti videomuzu çəkilişinə başlayırıq. Bakı şəhərindən sizi salamlayıram. Bakının Bayır şəhərindən salamlayıram. Tarixi bir abidənin içərisindəyik. Sizdən təvəqqim budur ki, bundan eləyəcəyimiz söhbət xoşunuza gələrsə, bəyənərsinizsə, ürəyinizcə olarsa, abunə olun, like qoyun, rəy yazın. Bugünkü qonağımız, bugünkü həmsöhbətimiz Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarixçi, arxeoloq Fariz Xəlillidir. Fariz müəllim, xoş gördük. Anons vermək istəyirəm ki, söhbətimiz həm geniş olacaq, həm əhatəli olacaq. Müxtəlif mövzulara çalışacaq ki, bu söhbət ərzində əhatə eləyək. Əlbəttə, əgər Şirvandan danışırıqsa, birinci bir Şirvanşahlarla bağlı məsələlərə istəyərdim ki, bir tarixçi kimi, bir araşdırmacı kimi münasibət bildirəsiniz. Çox sağ olun, mən sizə uğurlar arzulayıram. Doğrudan da Şirvan tarixi çox zəngindir və bu tarixin öyrənilməsi üçün tanınmış akademiklər, professorlar, alimlər tədqiqatlar aparıblar və Şirvan tarixinin yazılmasında onların böyük rol olur. Şirvan tarixi deyəndə, yəni Şirvan bölgəsinin, yəni bu ərazinin tarixi deyəndə qeyd etdiyiniz kimi biz hər şeydən öncə, yəni gözümüzün önünə Şirvanşahlar ifadəsi gəlir, Şirvanşahlar yəni tarixi gəlir. Bu təbiidir, çünki 1000 illik bir dövlətdən söhbət gedir. Bu ərazilər bu 1000 il ərzində demək olar ki, vahid bir sülalə tərəfindən, vahid bir xətt üzrə idarə olunublar. Baxmayaq ki, müxtəlif dövrlərdə, müxtəlif cür yəni bunlar adlansalar da, demək olar ki, eyni xətt üzrə inkişaf edib. Bu yerləşdiyi ərazi hamıya bəllidir ki, bugünkü Azərbaycan Respublikasının əsas hissəsini yəni əhatə edir. Bir qədər də Rusiyanın cənub tərəfləridir, Dağıstan ərazisi. Bura bizim Şirvan deyə tanıdığımız və Azərbaycan Respublikasında əsas hissəsini əhatə edən bir bölgədir. Burada demək olar ki, mən xatırlatmaq istəyirəm, bizim mühacir tarixçilərimizdən Cahangir Zeynaloğlu'nun o çox maraqlı bir ad, yəni
bu ərazi üçün fikirləşmişdi, Şirvanşahlar yurdu deyə. Hətta belə bir əsər də yazmışdı İstanbulda. Doğrudan da bu ərazi, yəni tarix, məsələn deyək ki, Sasanilər dəyişdi, arxasınca ərəblər gəldi, daha sonra yəni Səlcuqlar, Monqollar, yəni sonraki dövlətlər, Səfəvilər və bu bir xətt üzrə davam edən bir hakimiyyət silsiləsini görür. Yəni dövlətlər dəyişsə də Şirvanşahlar dəyişməmişdi. Yəni birinci onu qeyd etmək istəyirəm ki, burada bir istiqlal, müstəqillik arzusu həmişə olub. Və bugün müstəqil Azərbaycanın da demək olar ki, Bakı mərkəzli, Şirvan mərkəzli bir dövlət olmasında elə həmin ruhun, yəni bir rolu vardır. Yəni dövlətçilik ənənələri Respublikamızın Şirvanşahlıq üzərindən də biz baxa bilərik. İndi deyə bilərlər ki, burada böyük Azərbaycançılıq, böyük türkçülük, digər məsələləri yəni qoya bilərlər. Amma bu real faktı dəyişmir. Yəni çünki coğrafiyamız elə bir coğrafiyadır ki, yəni bu özü onu diktə eləyirdi. Haris müəllim, çox maraqlıdır. Mən bu yaxınlarda deməli İsa Hüseynovun məşhur Məşər əsərin bir daha oxudum. Orada indi başa düşür, orada bədii mətndə, burada bədii təxəyyülün də rolu ola bilir. Amma o həmin əsərdə göstərir ki, hürufilərlə İbrahim Şahın belə bir böyük Azərbaycan dövlətinin, yəni Təbriz də daxil olmaqla bir Azərbaycan ideyası olub. Əslində belə tarixi romanlar tarixə əsaslanır. Doğrudur, zamandan asılı olaraq, tarixi araşdırmalardan asılı olaraq bəzən məhdud bilik də başqa fikirləri ortaya çıxarsa da, əslində o puzzle-ın hissələri var da, yəni istər-istəməz hər kəs onu görə bilir. Yəni mərhum İsa Hüseynov da bu hissəsini görə bilib. Adı başqa olsa da, yəni bu hissəsini görə bilib ki, Şirvan ümumiyyətlə həm İbrahim Şahın dövründə, həm Xəlilullahın dövründə, həm Fərrux Yasarın dövründə, ondan öncə də bir sufi tərəfi vardı. Yəni dövlətin bəlkə də belə ayaqda durmasının əsas səbəblərindən birisi məhz buradakı o ürfan mədəniyyəti və sufi deməli ənənələridir. Çünki bilirsiniz ki, yəni bizimkilər Şirvan ərazisində tez-tez Babadağa, nə bilim, istər Quba tərəfdən olsun, istər İsmaili tərəfdən olsun, gedirlər və biz tarixin ilk sufilərindən birini sanki orada yad eləmiş oluruq. Yəni Babakuhi Şirvanini. Və ya düşürük bizim düzən sahələrə, Hacıqabul rayonu ərazisində Pir Hüseyin deməli xanəgahı. Yəni bunlar ilk sufilərin olduğu və görürsünüz, həm də Şirvanda məskən saldığı məqamlardır. Nəsimi məsələsi, yəni oradakı qoyulan məsələlər biraz mübahisəli hürufilik məsələsi, biraz mübahisəli məsələdir. O dövrünün ortaya çıxardığı bir axın idi doğrudan da. Əmir Teymurun yəni bu bölgələrə, ümumiyyətlə bir çox elə məşhur təriqətlərin ortaya çıxmağı elə həmin dövrdür. Yəni o dövrdə ortaya çıxır. Çünki təsəvvüf elə bir şeydir ki, yəni o mərhələlər üzrə inkişaf edib. Bu sufizmin müəssisələşməsində bu kiçik adlandırılacaq bir dövlət, yəni onun ideoloji xəttini təşkil edir. Bunun əsasında bəli, yenə sührəverdilik üzərindən, zahidilik üzərindən, Səfəviliklə də bir qardaş məktəb olan xəlvətilik haqqında danışa bilərik ki, bu da
sonuncu Şirvanşahlar, yəni daha doğrusu deməli Dərbəndilər sülaləsi dövründə əsas xətt olub. Yəni dövlətin də bir növ o zaman əsas ideologiyası olub. Və digər dövlətlərin, Ağqoyunluların, Osmanlıların, Orta Asiya dövlətlərinin Şirvanla bu qədər iç-içə siyasət yürütməsinin əsas səbəbi də məhz həmin o ideoloji xətt üzərindən olmuşdur. Hacı müəllim, bir şeyə mən sizin bir suala cavab almaq istəyərdim sizdən. Bu türk sufizminin, türk təsəvvürünün digər fars, ərəb və başqa təsəvvürdən fərqi nə idi? Bu belə bir fərq varmı? Xüsusən də o söhbət şeyi, o Nəqşbəndilikdə var ki, bizim yolumuz söhbətdir. Mən bu ilk dəfə bu tez oxuyanda çox təsirlənmişdim. Yəni nə yazı, nə yox, söhbət. Yəni əslində bir şeyi bilmək lazımdır ki, Qurani-Kərim Azərbaycandan gedən məktubların əsasında yazılmışdır. Bunun haqqında dövrün mənbələrində məlumatlar var. Məktubların mətnləri də var. Məsələn, Tiflisdən gedən, Bərdədən gedən, Ərdəbildən gedən məktublar var orada. Bu məktublarda bizə kitab və müəllim göndərin. Yəni yeni din ortaya çıxıb, biz düşünürük ki, yəni bunun bir kitabı olmalıdır. Kitab haqqında, yəni Cənab Allahın kitab göndərməsi haqqında onların anlayışları vardı yəni. Və bu kitabı istəyirlər. Və bu məktubların əsasında Həzrəti Osmanın dövründə əvvəldən başlayırlar, amma o dövrdə artıq bu deməli Qurani-Kərim ortaya çıxır ərəb dilində. Və Qurani-Kərimin kitablaşmasından sonra bölgələrə göndərilir. Belə məsələ çıxır ortaya ki, yerli əhali ərəb dilini yaxşı bilmirdilər və tez də öyrənə bilmirdilər. Bu mənada İslamı daha yaxşı qavraya bilmələri üçün istər Fars toplumu, yəni İran dilli toplumlar, istər sonradan gələn Türk dilli toplumlar deməli onlara bir təsir imkanı olmalıydı. Fars dilli topluma yəni Sasanilərdən yəni geri qalan onlara kitabla təsir eləmək imkanları vardı. Çünki yazı vardı və bu sahədə onlar rahat şəkildə yəni kitabda istifadə edə bilirdilər. Amma Türk toplumu onların bu həyat tərzindən də asılı olaraq, çünki əksəriyyəti tərəkəmə həyat tərzi keçirdilər. Bu qədər çox geniş coğrafiyaya yayılmaqlarının da əsas səbəbi odur. Və Türk toplumunda isə bu kitab məsələsi çox yəni təsirli deyildi. Çünki oxumaq üçün məktəb olmalıdır və məkan olmalıdır. Yəni Türk toplumundan amma belə çoxsaylı yəni gözləmək mümkün deyildi. Ona görə də İslam Qurani-Kərim üzərindən təqdim olunanda yeni bir yola ehtiyac vardı. Təsir üçün. Türklərin qəlbinə təsir etmək üçün. Bu mənada deməli sufizm ən yaxşı yol idi. Yəni hər topluma bir cür təsir imkanı vardı. Türk toplumuna təsir etmək və onun arxasında da Monqol toplumuna təsir etməyin ən rahat yolu belə deyək sufizm olmuşdu. Bir şeyxə bağlılıq, onun söhbətlərini dinləmək və pedaqoji və psixoloji bir deməli yanaşma. Məsələn, ən çox xanəgahlar yol üstündə salınırdı. Niyə? Çünki və köç yollarının üstündə salınırdı. Ona görə ki, yəni onlar dağlara, yaylaqlara hərəkət eləyəndə həmin yerlərdə dayanırdılar. Və geri qaydanda da həmin bölgələrdə dayanırdılar.
Məsələn, niyə görə bizim ən çox deməli xanəgahlar deməli həmin o tərəkəmə köçlərinin yollarının üstündədir və ya türbələr o hissədədir. Bunun əsasındadır. Ona görə də yəni bu bir mənalı şəkildə, yəni bunu qəbul eləmək lazımdır ki, sufizm İslamın türklərə, türk toplumlarına bir deməli İslamı öyrədici bir yol idi. Və qeyd edeyim ki, heç də sadə bir yol deyildi və heç də belə deyim təsirsiz də yol deyildi. Çünki bu qədər türk toplumlarının deməli İslama gəlməsi məhz bu yəni axın üzərindən olmuşdur. Qeyd edeyim ki, amma buradakı əsas deməli şeyxlər, əsas yəni belə deyim müəllimlər demək olar ki, həmin o kitabı yaxşı bilən, yaxşı dərs almış, çox şeydən məlumatlı, İslami elmlərin əksəriyyətini mənimsəmiş şəxslər idi. Məsələn, biz deməli xəlvətiliyin özünü götürmüş olsaq ki, bu Şirvandan danışırıqsa, Şirvanda yaranan o idi. Deməli, Pir Ömər Avaxili Əş-Şirvani, deməli, onun da çox yaxşı təhsil aldığı haqqında məlumatlar var. Misri, Orta Asiyanı, İran bölgəsini, yəni çox yerləri gəzməsi, Xoyu, Cənubi Azərbaycanı, Təbrizi gəzməsi və oradan deməli oralara təhsil alması haqqında məlumatlar var. Fazıl müəllim neçənci ildə yaşayıb yəni? 1380-1410-cu illər arasında. Elə bilin ki, yəni onun fəaliyyət dövrü. Elə bilin ki, Şirvanşahların yeni bir sülaləsinin hakimiyyətə gəlməsi həm də xəlvətiliyin yaranması ilə başlayır. Bir növ yeni sülalə, yeni ideologiya belədir yəni. Ondan sonra Bakıda daha çox məktəbləşir. İkinci pir kimi Seyid Yahya Makuvi Şirvani, əslən Şamaxıdan, Nəqib Əşrafın oğlu Seyid Bəhayəddinin tanınmış bir nəsildən və imkanlı bir nəsildən, varlı bir nəsildən və çox gənc yaşlarından sufizmə meyl eləmiş və onun belə deyək də yeni bir piri olmuş, əsas piri olmuş, ikinci piri olmuş bir şəxsdən söhbət edirik. Bakı şəhərində birinci Xəlilullahın, Şirvanşah birinci Xəlilullahın deməli sarayının yanında özünün Keyqubat məscidində kiçik bir xanəgahı vardı. Orada siz inanın ki, yəni mərhum Ziya Bünyadov onun haqqında 10 mindən yuxarı, bəzi mənbələrdə 20 minə qədər, yəni tələbənin onun orada fəaliyyət göstərdiyi 40 ildə gəlməsi haqqında, ora gəlməsi haqqında danışırlar. Yəni. O Xəlilullahla da ona bağlılığı vardı. O həmişə deyirdi ki, yəni bu mənqibələrdə də var, mənə dua etməyin, Xəlilullaha dua eləyin. Çünki mənim ömrüm onun ömrünə bağlıdır. Niyə elə deyirmiş? Yəni hansı mənada görürsünüz? Çünki Xəlilullah zamanəsinin ən adil hökmdarı kimi tanınır. Fazıl müəllim, bir şey də soruşmaq istəyirəm. Bayaqları qeyd elədiniz ki, adətən xanəgahlar yol kənarında idi. Bilirsiniz, bizim Göylər kəndində də o məşhur 12-13-cü əsrə aid Pirmərdəkan xanəgahı da düz, biz ona Pir körpüsü deyirik. Məşhur İpək yolu deyirlər, belə bir fikir var ki, düz yolun üzərindədir. Bunu da eyni deməli missiya ilə, eyni qayda ilə izah eləmək mümkündür ki, məhz o yol qırağında olması təsadüf deyil.
Əlbəttə, əlbəttə. Yəni Göylər Sonra kəndi çox üzr istəyirəm, sözünüzü unutmayın. Oradan bir vaxtı ilə mənim ehtimalıma görə o çay olub, sufilər adətən su qırağında olmağı da sevərdilər. O indi onun yanından bulaqdır, bulaq qalıb. Orada bir dərə ilə su da axırmış. Ehtimal çox o körpünün altı ilə də, yəni bir də su da olub orada, bir çay da olub yəqin ki, nazik. deməli, yəni əslində Göylər kəndi, yəni Azərbaycanın ən qədim türk əsilli kəndlərindən birisidir. Adı da elə Göytürklərin adı ilə də səsləşir. Göklər, yəni elə yəni bir sadə bir yer deyil və qeyd edeyim ki, Azərbaycanda da elə Oğuzların ilk gəlişlərindən biz yəni Göylər cəmaatını burada görürük. Amma məsələ ondadır ki, bilirsiniz ki, Orta Asiyada Göytürk dövləti iki dəfə, yəni enişli qalxış enib qalxıb bu dövlətin tarixi və onlar bizim bölgəmizdən çox əlaqəli bir deməli dövlət olublar. Bu haqda mənbələrdə çoxlu məlumatlar var. Lap ərəblər gələndə də bu ərazilərdə türklərlə bağlı ifadələr işlədəndə məhz elə onları nəzərdə tutublar. Amma mən düşünürəm ki, bizim Muğan bölgəsində bilirsiniz ki, bizim qışlanlarımız hamısı həmin deməli Şirvan düzü, Muğan düzü, yəni bu Kür çayının ətrafı, bu ərazilər bizim xüsusən də Göylər kəndinin qışlaqları yəni yerləşiblər. Bu mənada deməli bu ərazidə Göylərin də yerləşməyi Oğuzlarla, yəni ən gec Oğuzlarla yəni əlaqələndirilə bilər. Göylər kəndinin ərazisi əslində onların yazlaq, yəni indiki ərazisidir. Yazlaq ərazisidir. Əsasən bu cür xanəgahlar həmin o dağ ətəyi yazlaq ərazilərdə olurdu. Niyə? Çünki deməli yaylağa gedəndə və qışlağa gələndə istər-istəməz o yolu keçirdilər. Yəni ora əsas yerlərdən birisi idi. Həm qışlağa yaxın idi, həm yaylağa yaxın idi. İndi Pirmərdəkan üzərində tədqiqatlar aparılıb 12-ci, 13-cü əsrlər olması ilə bağlı. Ona görə də biz o dövrü, o mərhələni biz təsəvvüf mərhələsinə aid edirik. Təriqətlər mərhələsinə deyil, təsəvvüf mərhələsinə aid edirik və Şirvanşahların əsasən bu kəsranilər dövründə, yəni Dərbəndlərdən öncə mövcud olmuş deməli mərkəzlərdən birisi idi. Həmişə sufilər belə deyim tənqid olunurlar. Məsələn indiki sələfiləri götürün, sələfilər sufiləri tənqid eləyir və eləcə də sekulyar kəsimdə sufiləri tənqid eləyirlər ki, yəni onlar deyək ki, öz təlimlərində həmin sələflərə görə İslam üzərindən hərəkət eləmirlər, sekulyar kəsimə görə isə deməli onlar belə deyim də mövhumat, xurafat üzərindən deməli hərəkət edirlər. Amma biz yəni Şirvan cəmaatı bunu daha yaxşı anlayır, bunu daha yaxşı başa düşür. Yəni mən özüm də bunu yaxşı analiz eləyə bilirəm. Buradakı məsələ insanların ruhunun, nəfsinin, qəlbinin idarə olunması ilə bağlıdır. Məsələn, indi Ramazan ayıdır, insanlar oruçdur. Nə deyirdi sufilər? Az ye, az danış, az yat. Az yat deyəndə o demir ki, yəni 3 saat yat, 4 saat yat. Yəni 8 saat yatdı, 6 saat yatdı, 7 saat yatdı. Yəni az yat, az ye və az danış. Problem odur da, yəni başqa nədir ki? Baxırsan ki, əksər
kriminal hadisələrin əsasında boş-boş danışmaq varmış. Fariz müəllim, çox üzüm sözünüzü unutmayın. Mən bu yaxınlarda bir məlumat oxudum. Deməli, müasir elm sübut eləyib ki, insanda dopamin yoxdur, məşhur maddə o həyatı təmin edən insan nə qədər bəzən 2 gün, 3 gün susanda, hətta Quranda da olmalıdır o susmaq orucu. 2 gün, 3 gün susanda o dopaminin miqdarı artır. Yəni bu da o sufilərin o belə psixotexnologiyalarına sanki uyğun gəlir ki, uzun müddət susmaq, özə qaranlıqda susmaq, bəzilərində belə şeylər də var. Məsələn, xəlvət ifadəsi Pir Ömər xəlvəti. Yəni o Şamaxının Avaxıl kəndindəki, yəni xanəgahın sahibi o dəfn olunub. Biz onun kitabəsini də aşkar eləmişik. Professor Qafar Cəbiyev ekspedisiyanın rəisi idi. 2020-ci ildə dünyanın pandemiyanın bürüdüyü vaxtda biz, yəni o vaxt imkan açıldı. Biz həmin türbənin, onların da hamısı bir səbəbə bağlıdır. Yəni bəzən o kəramət ifadəsi ki deyir orada. Kəramət ifadəsi yəni elə bu cür hallardan ortaya çıxır. Yəni bu bizim düşüncəmizdə yaranan yəni ifadələrdir ki, əslində Pir Ömər xəlvətinin, yəni Şamaxının Avaxıl kəndindəki onun o hazırladığı bir yəni belə deyək də resept deyək. Xəlvət resepti. Əgər bugünkü biraz həkimlik məsələsində ikincisine yəni koyduqsa elə deyək. Xəlvət resepti yəni həmin dərvişlərə qarşı, yəni tələbələrinə qarşı istifadə elədiyi bir reseptdir. Yəni bu o reseptin məzmunu məlumdur, var sizdə. Yəni deməli kiçik bir yerdə, özü də ki o yeri yəni belə deyim də xəlvət xana deyirlər ona, xəlvət otaqları. Bəzən mən onu nə ilə əlaqələndirirəm? Elə bilin ki, o otaq olsa da, o həm də bir növ dərvişin nəfsini öldürmək qəbridir yəni. Sizi elə bilin ki, qəbrə qoyurlar da. Yəni elə bir yəni bir xəlvət otaqlardır. Bunlar üzrə Avaxılda olub da, həmin o Avaxılda ağacın içərisində olub. Həmin xəlvət otaq. Yəni ilk xəlvət həmin ağacın içərisidir. Orada bir çinar ağacından söhbət edir, amma bu qalan qoz ağacı idi. Yəni indi o bəlkə də onun yerində bu əmələ gəlib necə olubsa, yəni bəlkə də elə qoz ağacı olub, mənbələrdə elə bilmək ki, çinardır, yəni çinar yazıblar. Və bu ağacın içərisində, çoğuşunda xəlvətə çəkilib. Amma Seyid Yəhyanın dövründə artıq bunlar əməlli başlı otaqlar halına alıblar yəni. Burada Şah məscidi ki var, yəni Şirvanşahlar sarayı. Bakıda. Orada həm birinci mərtəbədə, həm ikinci mərtəbədə xəlvət otaqlar var yəni. Sonra elə divanxananın özündə bəzən ona görə biz deyirik ki, ora divanxana tərəfdə elə sufizmlə bağlı məkandır. Çünki orada da yenə xəlvət otaqları var. Burada bu otaqlar kiçik otaqlardır. Yəni bir yarımın bir yarıma, birin ikiyə, yəni ki, kiçik otaqlardır. Dərviş 40 gün həmin otağa belə deyir, həbs olunur da, həmin qəbrə sallanır. Və 40 gün o demək olar ki, ancaq yeməyini də digər dərvişlər gətirirlər. Bir dənə yəni bu peşaba getmək üçün də, tualetə getmək üçün yəni çıxır, yenə heç kimlə söhbət eləmədən tutmaqla o yerə gəlir. Bu bir 40 gün davam edən bir ənənə idi və
hər dərvişdə bura salmırdı. O ancaq ibadətlə məşğul olurdu, o ancaq kitab oxumaqla məşğul olurdu. Yəni içəridə təfəkkürlə məşğul olurdu. Şirvanşahların nəslindən bir o zamanın tanınmış deməli şəxslərindən birisi, biraz da elmi ilə, biliyi ilə tanınmış Yusif Müskiri vardı. Bunda onun xanəgahı da sonra türbəsində Xaçmazın deməli Şıxlar kəndi ərazisindədir. Bu Yusif Müskiri dəfələrlə Seyid Yəhyanın yanına gəlir ki, Bakıya. Bəs məni də dərviş qəbul elə. Amma Seyid Yəhya hər dəfə onu geri çevirmiş ki, sən həm deməli varlı, imkanlı nəsildənsən, həm də elmli, bilikli adamsan, alim adamsan. Bu da deyir ki, deyir, axı sənə çətin olar. Hər dəfə geri onu çevirirmiş. Amma deməli, bu israrından sonra Seyid Yəhya bir dəfə hər il davam edirmiş. Görünür, onların da qəbul vaxtları varmış hansısa bir mərhələdə. Seyid Yəhya Yusif Müskürinin deməli qarşısında şərt qoyur. Deyir ki, əgər sən istəyirsənsə ki, mənim təriqətimdə, mənim xanəgahımda təhsil alasan, təlim alasan, dərviş olasan, bunu get bütün əmlakı sat, getir vermə. Xanəgaha ver yəni. Mənə. Mənə. Xanəgah mənə. Bu da dərviş sevincək istəyir də. Gedir bütün əmlakını satır, deyir ki, araba ilə bir öküz arabasını yığıb, yəni gətirir, dəfir verir, qızıla çevirir də. Gətirib verir Seyid Yəhyaya. Seyid Yəhya da sayırlar, yəni açotu ilə, uçotu ilə deməli bunu qəbul edir. Daha sonra deyir ki, mən indi neynəməliyəm? Dərviş. Bütün bu dərvişlərin hamısının gələndə birinci fəaliyyət yeri həlanın təmizlənməsidir. Yəni, sanitar qovşaq işi sənə baxır. Dərvişlərin tualetdən sən məşğul olacaqsan. Adam alim, hər cüzdə imkanı nəfsi öldürmək üçün ən aşağı işdən başlayır. Uzun müddət. Məncə, bilmirəm, deyəsən mənim oxuduğuma görə 9 ilə yaxın. Bu heç xəlvətə də demək olar ki, bunu soxmamış. Elə o xəlvət oraymış. Və nəticədə üstündən keçəndən sonra heç özünün də, amma küncdə oturub həmişə dinləyirmiş də. Nəticədə bu yolu nəzarət edirlər axı. Şeyx özü nəzarət edir, Seyid Yəhya, digər başqa xəlifələr, yəni halı nə yerdədir? Qərara gəlir ki, bəs səni icazə verirəm, ged öz xanəgahı qur. Al, bu da sənin pulun. Nə ki vaxtında gətirib verdiyi, mülkünü satıb gətirib verdiyi qızıllar yox idi. Hamısını qaytarıb verir. Heç dəyməyiblər, toxunmayıblar. Eynən o şəkildə qaytarıb verirlər özünə ki, ged öz xanəgahı qur. Yəni, buradakı dərvişlərin, yəni mürşidlərin deməli, istifadə elədiyi metod ağır metoddur. Və bugün mən bu cəmiyyətdə baxıram, nə qədər insan malından, mülkündən, ailəsindən, yəni hər şeyindən vaz keçib, gedib hansısa başqalarının haqqında, belə deyim də, gündə bir
şayiə çıxartdığı amma övliya olan bir şəxsə bağlanacaq. Nə qədər insan var? Heç nə qədər. Amma hamı bugün qəlbi təmizdir. Hamı bugün yaxşı işlə məşğuldur. Və hamı da qəlbdən gedir, ürəkdən gedir. Yəni içimən qarışıq. Yəni ondan müalicə olunuruq. Başqa bir müalicə olunduğumuz bir yer yoxdur. Bir daha izləyicilərə müraciət edirəm ki, kanalımıza abunə olsunlar. Abunə deyirlərsə bəyənsinlər, paylaşsınlar. Nəzərinizə çatdırıram ki, bu kanal qeyri-kommersiya kanaldır. Heç bir gəlir güdmürük. Yalnız maarifləndirmə iş aparırıq. Həm bölgəmizin, həm də ölkəmizin inkişafı və gələcəyi üçün çalışırıq. Razi müəllim, deməli 19-cu əsrdə, bilmirəm mənim müşahidəm nə qədər düzdür. Qarabağda, sonra Qazaxda tutalım Seyid Nigarinin tərəfdarları, tutalım Hacı Mahmud Əfəndi, Kürdəmirdə Şirvanın bir hissəsində Hacı İsmail Əfəndi, tutalım Dərbənd istiqamətində. Bizim bölgələrdə, bizim o Şamaxıya daha yaxın bölgədə tutalım Şeyx Əyyub, deməli, təriqəti, onun qurduğu təriqət. Bunlar hamısı qəribə də olsa Rus işğalının ətrafında olub. Yəni o sanki bir ürəyə damma, belə deyək də, mən onu bəlkə biraz mistik çalar verirəm. Belə bir sanki Rus işğalı gəlidir və İslamın, o dinin, o təsavvufun, o ruhani dünyanın çətinə düşəcəyini hiss eləyərək o xalq İslamı qorumaq üçün belə bir həm birbaşa indi Hacı İsmail Əfəndi tutalım mübarizə təşkil edib Dağıstanda. Amma bunun bir başqa bir xalqın içərisində İslamı qorumaq baxımından bir əhəmiyyət daşıyıb. Sanki bir epoxiyal bir nudizm dövrü deyirlər də. Belə bir dövr olub. Bu barədə nə deyə bilirsiniz? Deməli, əslində Şirvanşahların belə deyim, rəsmi ideologiyası olan xəlvətilik. Rəsmi ideologiya. Bəli, rəsmi ideologiyasıdır. Yəni, neçə dövr davam edib bu rəsmi? Bu Səfəvilər, yəni Şah Təhmasib 1538-ci ildə Şirvanşahlar dövlətinə deməli son qoyandan sonra da ki, bu son qoymaq da deyil, çünki müxtəlif versiyalarda bu Şirvanşahlıq davam eləyirdi. Yəni bəzən Şirvanşahlar nəslindən olanlar yenidən ortaya çıxırdılar, dövləti yenidən inşa etməyə çalışırdılar. Amma əsas demək olar ki, o vaxtı yəni bir Şirvanşahlar adında bir dövlətə bir son qoyuldu da. Deməli, bu mərhələdə həmin dövrə qədər 1382-ci ildə 1538-ci ilə qədər xəlvətilik Şirvanşahlar dövlətinin rəsmi ideologiyası idi. Və bu ideologiya Şirvanşahlar dövlətinin içində həbs olunmamışdı. Yəni təkcə bura üçün deyildi yəni. Bu həm də Şirvanşahlar dövlətinin Ağqoyunlulara və Osmanlılara və Məmlüklərə təsir yeri idi. Yəni hər üç sarayda, sarayın yanında xəlvətxanagahı vardı. Təbrizdə Səlcuq bəyim xatun. Yəni onun deməli yəni sarayının yanında deməli xanagah vardı. Dədə Ömər Rövşəninin xanagahı. Qahirədə Dədə Ömər Rövşəninin dövründə də Dəmirdaşilər deyirlər. Dəmirdaşilərin xanagahı vardı. Və deməli Osmanlı sarayında yenə lap birinci Mehmet özü belə oradakı Çələbi xəlifəni İstanbulda yəni
xəlvəti xanəgahı vardı və demək olar ki, Osmanlının hər yerində xəlvəti xanəgahları var. Osmanlının da rəsmi ideologiyasına çevrilmişdi. Şirvanın gedən idi xəlvət. Hamısı. Hamısı Bakıdan idarə olunurdu. Hamı Bakıdan idarə olunurdu. Yəni burada Seyid Yəhyanın xanəgahından idarə olunurdu. Həmin dövr Seyid Yəhya vəfat eləyənə qədər Seyid Yəhya vəfat eləyir. Birinci Xəlilullah vəfat eləyəndən bir 6-7 ay sonra da deməli 1466-cı ildə deməli Seyid Yəhya vəfat edir. Yəni həmin dövrdə Seyid Yəhya üstündən Şirvanşahlar onun müridləri üstündən hər üç dövləti idarə edirdilər. Bəs mən onu deyirəm də. Deyirəm ki, Pir Ömər xəlvətinin türbəsinin ortaya çıxması ilə elə bil ki, yenidən yəni bura bir ruhlandı, yəni bir ona görə də bugün mənim həmişə üstündə dayandığım, çünki dövlətçilik itməyən bir şeydir. Yəni dövlətimiz bu sufizm məsələsinə, bu Azərbaycan üsulu, İslam məsələsinə, xəlvətilik niyə görə qəbul olunmuşdu Şirvanşahlar tərəfindən? Özdəki elə təlatümlü vaxtda, Teymurun ortaya çıxan vaxtıdır, aləm qarışıb bir-birinə. Niyə? Ona görə ki, deməli, burada yəni Şirvanşahlarda yeni sülalə hakimiyyətə gəlir. Çünki o inşa eləyən insanlar doğru bir inşa mərhələsindən keçmişdilər. Yəni burada deməli istər Həzrət Əli yolu ilə gələn yəni insanlar özünü rahatlıqla tapa bilirdilər. Həm də yəni həm sünni, həm şiəsi burada özünü rahatlıqla tapa bilirdi xəlvətilikdə. Yəni onlar üçün bir deməli bir yol idi. Onları birləşdirmək üçün bir deməli bir çünki Seyid Yəhya Şirvani özü Musa-i Kazımın nəslindən idi. Dəqiq. Özü də atası Seyidlərin Nəqib-ül Əşrafı idi. Yəni o Seyidləri siyahıya alırdı. Seyid Bəhaəddin. Seyid Yəhya Seyid Bəhaəddinin oğludur. Yəni bu mənada xəlvətilik yəni təkcə insanları inşa eləmirdi. Həm də buradakı siyasətə yön verirdi. Və o siyasətin də mərkəzində Şirvanşahlar idi. Və Şirvanşahların Təbriz sarayına, Qahirə sarayına və İstanbul sarayına təsiri, yəni İstanbul sarayı yəni sonra amma İstanbul sarayına təsiri məhz bu Seyid Yəhya və onun xəlifələri üzərindən olmuşdur. Bu qəbul olunan bir şeydir. Yəni. Mən nə demək istəyirəm? Bəli. Məsələ ondadır ki, bu dediyiniz məktəblər həmin xəlvətiliyin davamı idi. Yəni biz elə gəlməsin bizə ki 1538-də hər şey itdi. Yəni Şirvanşahlar dövlətinin süqutu ilə xəlvətlik regiondan yəni yoxa çıxdı. Elə deyildi. Xəlvətilik mərhələli şəkildə 19-cu əsrə qədər davam elədi. Burada yenə də xəlvətə daxil olurdular. Burada yenə zikr məclisləri vardı. Burada insanlar yəni təsəvvüfi həyat yaşayırdılar. Kim ki istəyirdi də, şeyxlər də vardı. Haqqında bizim deməli Pir Məhəmmədin Mənaqibnaməsi deyə bir kitabımız nəşr olunub Şəhla xanımdan bir yerdə. İnternetdə onu axtarıb yəni götürə bilərlər Qarabağda. Ağdamın Qarapirimli kəndində. Yəni məşhur xəlvəti mərkəzlərindən birisi Qarabağdır.
Qarabağ niyə Şirvanidir? Qarabağ həm də ona görə Şirvanidir ki, xəlvətlik orada kök salıb yəni. Yəni Şirvan və Qarabağ iç-içədir. Niyə? Ona görə ki, və bilirsiniz, muğamları, nə bilim zikri, orası, oxuması, nə bilim nəyi, bunların hamısının kökündə həmin o xəlvətliyin yoğurduğu yəni düşüncə və ideoloji xətt yanır. Bu davam edirdi 19-cu əsrə qədər. Bizimkilər deməli bundan məlumatlı idilər. Hətta xanlıqlar dövründə Mustafa Bəli. Yer gəlmişsə Mustafa xanın şəxsiyyəti ilə bağlı indi çox geniş məlumat yoxdur. Yox, Mustafa xan üçün çar mənbələri bu qədər imkanı olmasına baxmayaraq dərviş xasiyyət belə yazırlar. Dərviş libas geyimiz addır. Yəni onun haqqında belə yazırlar yəni. Çox sadə. Özü çox sadə və dərvişyana geyinməsinə baxmayaraq öz əyyanlarına dəbdəbəli həyat sürməyi qadağan etməyən, yəni Mustafa xanın mən nəslinin, Xançoban sülaləsinin də xəlvətlikdən gəldiyini düşünürəm. Niyə? Çünki Təhmasibdən sonra bizim bölgəmizdəki, yəni Şirvanşahların süqutundan sonra bizim bölgəmizdəki, Şirvandakı 3 o deyir top şeyxdən biri şeyx ağasıdır. Və bu ad onun atasının adında davam edir. Yəni Mustafa xanın atasının adında davam edir. Və gördüyünüz kimi necə Şeyx Dursun türbəsi Ağsuda, eləcə də Kələxanada Xançoban ailəsinə məxsus, bunu Dorunda deyir, bunu Məşədi xanım da deyir, bunu hamı deyir yəni. Həmin deməli xanəgah və onun qarşısındakı türbələr məhz Mustafa xanın ailəsi ilə bağlıdır. Nəsli ilə bağlıdır. Başqa cür ola bilməz. Onu ilə bağlıdır. Amma sonra o özü öz dəfn adətlərini bunlar yuxarı daşıdılar. Bilirsinizsə, 7 günbəz ataları orada dəfn olunur, amma orada. Mən nəyi demək istəyirəm? Məsələ ondadır ki, bizim bölgəmizə yeni bir məktəb daxil oldu. Düzdür, əvvəllər izi olan, amma uzun müddət burada fəaliyyət məkanları olmayan ya da az olan Nəqşibəndiliyi daxil oldu. Yeni bir üslubda. Nə vaxtdan nəzərdə tutursunuz? Bu 1820-ci illərdir. Bax dediyiniz dövrdür. Şirvan dövlətinin süqut elədiyi və Çar Rusiyasının bura hakim olduğu. Türkmənçaydan öncədir. Bu İsmail Şirvani ilə Kürdəmirdən, yəni oradan fəaliyyətə başlayır, xanəgah oradaydı, hamı ora gəlirdi. Siz düşünün ki, bu Nəqşibəndiliyə meyl eləyənlərin, məsələn, mən adlarını desəm, deyirsə, yox, ola bilməsi. Maarifçi şəxsiyyətlərdən. Məsələn, İsmail bəy Qutqaşınlı, tərtəmiz Nəqşibəndi və sufi ənənələrini anlayan, başa düşən, dəqiq bilən bir şəxs. Niyə? Onun çünki qardaşı Yəhya bəy Əl-Məkki, Əl-Qutqaşini, Əd-Dağıstani Məkkədə otururdu. İsmail bəy Qutqaşınlının qardaşı. O da ayrı bir yolun, Nəqşibəndilikdə ayrı bir yolun. Bax bu tərəf var, Şəki, Zaqatala, Qax bölgəsinin Hacı Mahmud Almalılı, Hacı Mahmud Əfəndi ilə yəni başlayan, yəni o xətt Qəbələdən Yunus Əfəndi. Yəni bu xətt həmin o İsmail bəy Qutqaşınının qardaşı üstündəndir. Yəhya bəy Əl-Qutqaşini Əl-Məkki üzərindəndir. Əl-Məkki Məkkədə oturur. Qutqaşini də burada Qutqaşindən.
çıxdığına görədir. Və bunlar hardalanır dərsin? Kürdəmirdir. İsmail bəy Qutqaşınını belə kürdəmirdir. Çox maraqlıdır ki, səfərnamədə, o parça-parça qalmış səfərnamədə, İsmail bəy Qutqaşının əsərində. 19-cu əsrdə da. Yəni, bizim deməli, maarifçi dediyimiz şəxslərin içərisində İsmail bəy Qutqaşını ən öndə gələnlərdən ilk romanı yazan, sonra Azərbaycan ədəbiyyatında iz qoyan birisi. Və nə olur? Gedir, deməli, həccə gedəndə, o həccə gedir yəni, həccə gedəndə, deməli, indiki Suriya ərazisində, Dəməşqdə, Əməviyyə məscidinin yaxınlığında, deməli, Xalid Əl-Bağdadinin türbəsi, oranı ziyarət edir. Xalid Əl-Bağdadi ziyarət edir və maraqlıdır ki, oğlu onun həmin o türbənin türbədarı idi. Həm şeyx idi, həm türbədarı idi. Onun qonağı olur. Deməli, İsmail bəy Qutqaşın. Və İsmail bəy Qutqaşın yazır ki, Xalid Bağdadinin oğlu üçün yazır ki, çox yaxşı, yəni insandır, qonaqpərvərdir, yəni ki, belə. Amma deyir, Nəqşibəndi ənənələrini nisbətən zəif bilir. Bunu İsmail bəy Qutqaşınlı yazır. Gör nə qədər bilir ki, Nəqşibəndiliyi ön Asiyaya yenidən gətirən Xalid Bağdadinin oğlu üçün kiçik oğludur. Belə bir ifadə işlədir yəni. Abbasqulu Bakıxanov Gülüstan məclisi qurur Amsarda, bilirsiniz yəni, Qubanın ədəbi məclis. Cəmisi 3 üzvünün tanıyırıq. Onun ikisi Nəqşibəndi şeyxidir. Adi dərviş dövri şeyxidir. Husarın Tahircal kəndindən Hacı Əmrəli Əfəndi, Dağıstanda Qadar kəndindən Həsən Əl-Qadarinin Asar Dağıstan əsərinin müəllifi Həsən Əl-Qadarının atası Abdullah Əl-Qadaridir. Yəni, Abbasqulu Bakıxanov özü belə Nəqşibəndiliyi nə qədər dərindən bilən birisi idi. Yəni. Və bunlar bunu mənimsəmişdilər. Həmzə Nigarinin adını çəkirsiniz Qarabağda. Həmzə Nigari Nəqşibəndiliyi yerli ənənələrlə, xəlvətlik ənənələri ilə yoğuran bir şəxsiyyətdir. Yəni, yerli xəlvəti ənənələrini və Nəqşibəndilik ənənələrini birləşdirir, yeni bir yol yaradır, Nigarili yol. Fariz müəllim, bir məsələnin son illər, son dövrlərdə xüsusən aktuallaşıb, bu Səfəvilik məsələsidir. Başa düşürük, mənim özümün həm də şəxsi fikrimdə Səfəvi hadisəsi məncə təmiz türkmən hadisəsidir, türkmən dövlətidir, buna heç bir şübhə yoxdur. Amma bunun bir ümum Azərbaycan ideologiyası, ümum Azərbaycan dövləti kimi götürülməməsi açığın deyək ki, mübahisəlidir. Bu və digər səbəblərdən orada bir ayrıcalıq var türk dövlətləri içərisində, sonra Osmanlılara münasibətdə, Şirvanşahlara münasibətdə. Çox qəribədir ki, Şirvanşahlar adətən bütün deməli, hətta Teymurilərlə də dil tapa bilən, onun işğalının qarşısını ala bilən bir dövlət, Səfəvilərlə çox ciddi bir neçə müharibəyə gedib və axırda özünün süqutu ilə nəticələnir. Yəni, bir tariximizdə bir Səfəvi Şirvanşahlar deməli, müharibəsi və münaqişəsi var. Hər halda bizim bu söhbətdə bu məsələyə toxunmasaq düzgün olmaz. Bu məsələyə sizin münasibətiniz həm tarixi nöqteyi nəzərdən, həm də elə bizim gələcəyimiz bu ideoloji olaraq Cənub məsələsi də aktuallaşırsa, necə yanaşmalıyıq? Mən bir tarixçi kimi və düşünürəm ki, bütün tarixçilər yəni, məsələyə bu cür yanaşırlar. Yəni, Azərbaycanın tarixində gəlib keçmiş bütün dövlətlərin bir dövlətçilik üçün pay sahibi olduğunu düşünürəm. Yəni.
Bu Şirvanşahlar da belədir, Səfəvilər də belədir. Yəni Səfəvilərin də Azərbaycan dövlətçiliyində pay sahibi var və Şirvanşahların da pay sahibi var. Hər birisinin öz deməli ideoloji xətti vardı və bu ideoloji xətt üzərindən dövləti idarə edirdilər. Maraqlıdır ki, bizim yəni Azərbaycan Respublikasının bugünkü deyək ki, ideoloji xətti siyasi xətti də, ideolojiden həm ideolojisi, həm siyasi xətti də, yəni biz nə deyirik? Biz deyirik ki, tolerantlıq, multikulturalizm, bu ilə əlaqədar mərkəzlər yaradırıq, yəni ki, müxtəlif yerdə. Nəyə əsasən? Sadəcə bizim Şirvanşahlar dövründəki deyək ki, xəlvətliyimizin müasir dövrdəki adı multikulturalizmdir. Yəni o ənənə davam edir. Multikulturalizmlə danışanların əksəriyyəti çıxanda nə deyirlər? Yəni sufizmlə danışırlar. Yəni bizim tariximizdə. Və bu tip yəni dözümlülük məsələsindən danışırlar. Amma Səfəvilik tarixindən biz məsələn prizmasından baxanda isə biz nə qədər eləsək də Səfəvilərin ideologiyasını bu Azərbaycan Respublikasının ideologiyası kimi qəbul edə bilmirik yəni. Niyə? Onda multikultural olmuruq. Yəni Səfəvilik gəlmiş keçmiş ən böyük şiə dövlətidir. Bugün Azərbaycan yəni Respublikası özünə mənim xəttim şiə dövləti xəttidir deyə bilir, deyə bilər, deməzsə. Çünki bu xətt o deyil yəni. Çünki biz daha çox multikultural dəyərlər üzərindən idarə olunan bir ideoloji sistem arzusundayıq. Yoxsa başqa cür mümkün deyil. Bizim üçün əziz idilərmi? Əlbəttə bizim üçün əziz idilər. Çünki Şah İsmail tərtəmiz türkdür. Və türk dilində yazmışdır. Türk dilində özdəki səlis, çox anlaşılan türkçədir bu. Yəni belə qarışıq farsçada belə dil deyil yəni. Bu mənada Şah İsmail bizim üçün örnək bir şəxsiyyətdir. Şah İsmailin siyasi deməli o əməlləri qəbul olunandırmı? Ha qəbul edeyim, ha qəbul edemeyim məsəl deyək indi. Olub keçib. Aralarında döyüşlər olub. Bir-birlərinə onun atası, babası elə bu torpaqlarda həlak olublar. Birinci də Fərrux Yasar və atası Xəlilullah yəni Şah İsmail tərəfindən biri öldürülüb, birində yəni qəbri ətrafında müxtəlif fikirlər var. Yəni bu mənada biz Şah İsmailə şəxsən mən özüm tarixçi kimi 14 yaşında bir uşaq, yəni bu günlərin uşaqların yaşı nə vaxtdan götürülür? Yəni nə vaxta qədərdir? 18 yaşına qədər amma uşaqdır yəni, baxanda. Adam uşaqdır. Və uşaqca qərarlar qəbul edir. Başqaları da onu mürşid kimi qəbul eləmişdilər. Onun dediklərində, yəni istəklərini belə deyək də, çıltaqlıqlarını qəbul edirdilər. Eləyirlər də. Dövlətin qurulmasında bütün, hətta Talış obasında daxil olmaqla bəzən onu qarışdırırlar. Bütün obalar hamısı Türkmen obasıdır. Talış obası da Türkmen obasıdır. Hamısı Türkmen obasıdır. Amma sonraki mərhələdə əlbəttə Türkmenlərin tənatümlü hakimiyyətdə vaxtlar olur. Aşağı iniblər, yuxarı qalırlar.
Aşağı evdən yuxarı qalxırlar. Nə olmasından aslı olmayaraq, bizim yerləşdiyimiz coğrafiya, bizim yəni dövlətçiliyimiz heç vaxt Səfəvi olmayıb, Səfəvi də olmayacaq. Mən bir tarixçi kimi deyirəm. Bunu bir analiz edən bir şəxs kimi deyirəm. Söhbət ideoloji və siyasi baxımdan. Bizim dövlətçiliyimizin xətti Şirvanşahidir. Həmişə də Şirvanşahi olacaq.